hekayəsi. Hə, o da var idi. 8 ay əvvəl deyəsən çox ağır sözlərlə ayrıldığı nişanlısı indi geri dönmək istəyir. Bəli, bəli. Çox gərgin bir ayrılıq olub yəqin ki. İndi qız qayıtmaq istəyir. Mənbə bu vəziyyətə necə baxır? Nə deyir Olğana? Bu vəziyyətə mənbənin reaksiyası demək olar ki, ən qəttisi idi bütün müzakirədə. İddia olunur ki, çox vaxt, yəni əksər hallarda qadının bu şəkildə geri dönməsinin əsas səbəbi odur ki, kənarda, yəni ayrılıqdan sonra daha yaxşı bir alternativ tapa bilməyib. Yəni başqa variantları yoxlayıb. Amma Bəli, mənbənin öz ifadəsi ilə desək, fark etdi ki, dışarıda çimənlər daha yeşil deyil. Yəni gözlədiyi kimi olmayıb çöldəki həyat. və qayıdıb oğlanı deyir ki, sənə bir şans vermək istəyirəm. Məhz elə. Və mənbə deyir ki, bax bu ifadə sənə bir şans vermək istəyirəm, əslində göstərir ki, o qadın hələ də özünü münasibətdə üstün tərəf, qərar verən tərəf kimi görür. Yəni, mən lütf edib sənə şans verirəm məntiqi ilə. Çox incə məqamdır. Bəli. Və buna görə də mənbənin tövsiyəsi bir mənalıdır, çox qətidir. Belə bir təklifi əsla heç bir vəclə qəbul etməyin. Hətta türkçə deyir, kesinliklə qəbul etmə. Niyə bu qədər kəskin? Çünki bu perspektivdən baxanda münasibətin təməl dinamikası, o güc balansı artıq pozulmuş sayılır. Və belə bir münasibətin gələcəyi çox şübhəli görünür bu məntiqə görə. Aydın oldu.